Deyin görüm, bolşeviklərə qoşulan Azərbaycanlıları xalqın namuslu oğulları hesab eləmək olar. Ha? Niyə cavab vermirsiniz? Siyasətlə maraqlanmıram, cənab Miller. Mən zabitəm. Təəssüflə sizə bildirməliyəm ki, bugündən siz artıq keçmiş zabitsiz. Hərbi məhkəməyə verilməniz haqqındakı əmrə sabah səhər qol çəkiləcək. Heç nə başa düşə bilmirəm. Mənim günahım nədir? Günah? Yox, cavan oğlan, günah yox. Günah onun yanında çox yüngül sözdür. Siz vətən xainisiz, cavan oğlan. Özünüz də yaxşı bilirsiniz ki, vətən xainlərinin yalnız bir cəzası var. O da ki, güllələnmək. Düzdür, səhv eləmirəm. Mən bilmək istəyirəm ki, məni nədə müqəssirləndirirlər? Nədə? Tələbiniz təbiidir. Nə olar, deyə bilərəm. Sübut olunub ki, qanunu pozub, polisi aldatmaqla siz, Qatır Məmmədi həbsdən xilas eləmişsiniz. O da ki, hökumətin qatı düşmənidir. Məsələ bundadır ki, ölkədə vətəndaş müharibəsi gedən bir zamanda humanizm kimi məfhumlar müvəqqəti arxivə verilməlidir. Gərək hər kəs döyüş meydanında öz yerini qəti müəyyən eləsin. Belə bir vəziyyətdə ortada qalıb. Bax, qorxuludur. Gülləliyə bilərlər. Əyləş. Axı, mən... Nə qədər imkanın var, otur fikirləş, özü də ağılla fikirləş. Əgər indi siz mənim təklifimlə razılaşsaz, onda mən sizi hərbi məhkəmənin pəncəsindən xilas eləyə bilərəm. Onları başa salaram ki, siz mənim əmrimlə hərəkət eləmişsiniz. Dövlət əhəmiyyətli əməliyyatın həyata keçirilməsi üçün güya bu çox vacib idi. Bu haqda gərək